Türkiyədə məşhur olan Ayasofya məscidi və yaxud Müqəddəs Sofiya kilsəsi haqqında bir neçə maraqlı faktı sizin nəzərinə çatdırıram. Birinci fakt. Müqəddəs Sofiya kilsəsinin yerində vaxtilə məbədlər olubdur. 3 məbəd olur, 3-ü də yandırılmışdır. Müqəddəs Sofiya kilsəsi bu məbədlərin yerində tikilmişdir. İkinci fakt. Müqəddəs Sofiya kilsəsi 532-537-ci illərdə tikilib. Artemi və Isidor deyilən iki böyük riyaziyyatçı və memar buna rəhbərlik etmişdi. Kilsənin tikilişində 10.000 fəhlə, 120-yə yaxın podratçı iştirak eləmişdi. Üçüncü fakt. Kilsənin kümbəzi 31 metr diametrə malikdir və onun hazırlanması üçün xüsusi Rodos gilindən istifadə olunmuşdur ki, yaradılan kərpişlər çox yüngül idilər. Kilsənin kümbəzi 558-ci ildə uçmuşdur zəlzələ nəticəsində və onun bərpa edilməsi üçün 4 il vaxt lazım olmuşdur. Dördüncü fakt. 1000 il ərzində Müqəddəs Sofiya kilsəsi dünyanın ən böyük xristian məbədi hesab olunurdu. Ta Müqəddəs Pyotr kilsəsi Vatikanda tikilənə qədər. Beşinci fakt. Kilsənin sütunları ayrı-ayrı yerlərdən gətirilmişdir. Belə ki, Porfiri sütunu deyilən sütunlar Romadakı müqəddəs günəş məbədindən, mərmər sütunlar isə Rodosdan, daha doğrusu Efesdəki müqəddəs Artemida məbədindən götürüb gətirilmişdi.